Salamlar. YouTube kanalımızda Fatma adlı izləyicimizin istəyini nəzərə alaraq DOQ nəzəriyyəsini riyaziyyat fənni ilə əlaqələndirmiş olacağıq. DOQ 1. Xatırlama mərhələsi. Burada tələb olunan tək şey bilikləri tanımaq və tətbiq etməkdir. Heç bir dərin düşüncə yoxdur. Şagird 7-8-in cavabını tapır. Şagird kvadratın neçə tərəfi olduğunu müəyyən edir. Şagird kəsirləri adlandırır. Şagird sadə tənliyin cavabını hesablayır. Şagird fiqurun perimetrini tapmaq üçün qaydanı xatırlayır. Bu səviyyə riyazi sözlərin, qaydaların və əməliyyatların sadə tətbiq edir. DOQ 2. Bacarıq və anlayış. Artıq niyə və necə sualları işə düşür. Şagird iki müxtəlif üsulla toplamanı göstərir. Şagird üçbucaqları növlərinə görə təsnif edir. Şagird qrafikdə verilən məlumatları şərh edir. Şagird kəsirləri müqayisə edir. Şagird məsələni tənlik şəklinə çevirir. Burada artıq sadəcə cavab yox, məntiqi yanaşma tələb olunur. DOQ 3. Strateji düşüncə. Şagird məntiq qurur, əsaslandırır, planlaşdırır. Şagird izah edir ki, nə üçün 0,4 40% olur? Əlbəttə ki, dəlillər vasitəsilə. Şagird məsələni iki fərqli üsulla həll edir və üsulların niyə fərqli nəticələr verdiyini müqayisə edir. Şagird mürəkkəb sözdə məsələni tədqiq edir və uyğun tənlik qurur. Şagird funksiya qrafikinin niyə belə dəyişdiyini əsaslandırır. Şagird həndəsi fiqurun sahəsini tapmaq üçün qurduğu planı izah edir. Bu səviyyədə tək cavabdan çox düşünmək tələb olunur. DOQ 4. Genişləndirilmiş düşüncə. Burada riyaziyyat real həyata çıxır və şagird tam bir proses qurur. Şagird məktəbdə tullantıların həcmini ölçmək üçün çox addımlı plan hazırlayır və nəticəyə dair hesabat qurur. Şagird müəyyən büdcə ilə alış-veriş layihəsi hazırlayır. Şagird bir şəhərin nəqliyyat sxemi üçün optimal marşrut modeli qurur. Şagird müxtəlif məlumatlardan istifadə edərək real proqnoz hazırlayır. Şagird müxtəlif geometrik fiqurlardan istifadə edib ən böyük sahəni verən modeli dizayn edir. Bu səviyyədə riyaziyyat artıq sadəcə hesablamaq deyil, əlbəttə ki, yaradıcı şəkildə tətbiqdir. Riyaziyyatı belə mərhələlərlə qurmaq şagirdin düşünmə dərinliyini addım-addım artırır. Nəticədə riyaziyyat cavabı tapmaqdan problemi anlamaya doğru çevrilir. Belə əziz müəllimlər, Fatma adlı izləyicimizin istəyini nəzərə alaraq DOQ nəzəriyyəsini riyaziyyat fənni ilə əlaqələndirmiş olduq. Daha hansı fənlə əlaqələndirməyimizi istəyirsinizsə, şərh bölməsində qeyd edin, mütləq ki, nəzərə alacağıq. Uğurlar hər birinizə.